Mən Radiotexnika fakültəsi bitirmişəm. Bilirsiniz, televizyon şikəməsində. Radiotexnika ixtisası televiziya kafedrası bitirmişəm. Mən radionu çox sevirəm. Azərbaycan radiosunu çox sevirəm. Rahib Asəridir, Cüksü Məhməd qızıdır, Yusuf Ağayev özüdür. Bunlar Səməndəri zadı deyə bilmərəm. Çünki yaşım deyərlər Səməndəri görmüsən sən. Qulaq açmışam. 100 dəfə, 1000 dəfə. Azərbaycan radiosu pirdir, kəramətdir. Bax, gözəl yox. Mən savrimenli, mən melomanam, savrimenli musiqilərə də qulaq asıram. Musiqini 3 notundan, 5 notundan tapıram. Xarici mahnıları, Stingi, Puff-Daddy, Madonna kim olur olsun. Dəfələrlə də radio viktorinalarda qalib olmuşam. No, Azərbaycan radiosu, milli radiomuz baldır, bal. Bax, görürsünüz necə? Hələ bir tiyatro beynində gedir. O danışır orada. Bax, həm də ağıllı olmaq lazım. Nağıl danışır. Burası tanığı evəndi kimdə, hansıca nağıl danışır. Görmürsən axı, bu təxəyyülün inkişafıdır. Sən beynində o nağılı, tamaşanı təsəvvür eləyirsən. Ona görə də radio babası Şamı, Fırat Borunu milyon dəfə söyləməkdənsə, Yaşar Nurinin, hələ Səməndər Rızayevin radio oçerqləri var idi. Onları insanlara yayımlamalıdırlar ki, təxəyyül inkişaf eləsin. Mədəniyyət, Azərbaycan bal dili radiodan götürülür, radiodan. Bu qədər.